70 min nəfəri Musa əleyhissalam çıxartdı, 7-8 il idi, quraqlıq idi, su yox idi. 70 min adamla səhralara üst tutdu ki, yağış istəsin. Allah dedi ki, bir nəfər var, ona getsinlər, desinlər, o dua eləsə yağış yağdıracam. 70 min adam məəttəl qalıb. Həzrəti Musa dedi, o kimdir? Düz də Peyğəmbər istərindədir, amma Allah istəyir ki, ümmətin özü dəyişsin. Söhbət ondan gedir. Dedi, get tap. Həzrəti Musa qapı-qapı gedir, Allah dostunu axtarır. Gördü, bir arıq, çəlimsiz, qara dərili bir qulamdır. Alnında səcdə izi var. Peyğəmbər baxan kimi dedi, bu olacaq, bu. Dedi ki, sən filan kəssən, dedi, hə. Dedi, nə olub? Ay Allahın Peyğəmbəri. Dedi ki, heç nə, yağışın yağmağı sənin duandan asılıdır. Əlini qaldırdı duaya, sadə dedi. Dedi, ilahi, buludların suyu tükənir. Günahlara görə qəzəblənmisən, rəhməti sən yaratmamsan, bu günahkarları sən yaratmamsan, mərhəmət səndən deyil, danışdı deyir, duası bitməmiş, leysan yağmağa başladı.